Salam hörmətli izləyicilər, siz Azi Xəbərin həftəlik buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzində ümumili lider, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Heydər Əliyev Nəşrlərdə adlı kitab sərgisi keçirilib. Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, onun hərtərəfli inkişafında misilsiz fəaliyyətini, zəngin və şərəfli həyat yolunu özündə əks etdirən 50-dən çox kitablar və digər nəşrlər nümayiş olunur. Sərgi may ayının sonunadək davam edəcək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyəti İtaliyanın Milan şəhərində Times Higher Education reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən Avropa Universitetləri Samitində universiteti təmsil edib. Nümayəndə heyətinin tərkibində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə yanaşı ölkənin 5 aparıcı ali təhsil müəssisəsinin nümayəndələri olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədbirdə beynəlxalq əlaqələr üzrə prorektor Nigar Adilova və reytinq şöbəsinin baş mütəxəssisi Çingiz Qarayev təmsil ediblər. Samit çərçivəsində Azərbaycan universitetləri ölkə pavilyonunda xüsusi stendlərlə təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin stendində universitetin təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları və elmi fəaliyyəti barədə məlumat verilib. Beynəlxalq tədbirdə iştirak ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və qlobal reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ümumili lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan tariximizin yaddaşında yaşayan Xilaskar Ömür adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Ulu Öndərin xatirəsi ehtiramla yad olunub. Tədbirdə çıxış edən universitetin rektoru Dosent Rüfət Əzizov ümumili lider Heydər Əliyevin Azərbaycanın müasir dövlətçilik tarixindəki müstəsna rolundan danışıb. Daha sonra millət vəkili, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmailzadə, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Yeni Azərbaycan Partiya Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov çıxışlarında Ulu Öndərin zəngin siyasi irsinin gənc nəslin formalaşmasında mühüm rolundan danışıblar. Tədbir çərçivəsində ümumili lider Heydər Əliyevin irsinin təbliğində fəal iştirak edən bir qrup tələbə təltif olunub. Tədbir tələbələrin ifasında bədii hissə ilə davam edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu dəfə İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin məzunları ilə görüş keçirilib. Universiteti bitirmələrinin 40-cı il dönümünə həsr olunan tədbirdə məzunlar uzun illər sonra doğma universitetdə bir araya gələrək tələbəlik xatirələrini bölüşüblər. Universitetin rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova çıxışında məzunlarla əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq universitetlərin əsas uğur göstəricisinin yetişdirdiyi peşəkar kadrlar olduğunu bildirib. Məzunlarla İş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov isə universitetin bugün də ölkənin strateji sahələri üçün peşəkar mütəxəssislər hazırladığını diqqətə çatdırıb. Görüşdə çıxış edən məzunlar universitet illərinin onların peşəkar və şəxsi inkişafında mühüm rol oynadığını qeyd ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əcnəbi tələbələri Bakıda keçirilən 4-cü Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində fəal iştirak ediblər. Türk dünyasında mühəndislik, texnologiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsinə həsr olunan tədbirdə universiteti 25 nəfər əcnəbi tələbə təmsil edib. Tələbələr zirvə çərçivəsində könüllü kimi fəaliyyət göstərərək qonaqların qarşılanması, tədbirin koordinasiyası və təşkilati proseslərdə aktiv rol alıblar. Tədbir təşkilatçıları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinin təşəbbüskarlığını və fəallığını yüksək qiymətləndirərək onlara təşəkkür edib. Sonda iştirakçılar sertifikatlarla təltif olunublar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Maqnat İntellektual Oyunlar Klubunun 20 illik yubileyindən həsr olunan
intellektual yarış keçirilib. Tələbə Həmkarlar İttifaqı Komitəsi və Maqnat İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə baş tutan yarışda universitetin 7 fakültəsini, sabah qruplarını, BA proqramlarını və UFAZ-ı təmsil edən 12 komanda iştirak edib. Gərgin keçən bilik yarışının nəticələrinə əsasən BA proqramlarının komandası 1-ci, İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin komandası 2-ci, Qazneft Mədən Fakültəsinin komandası isə 3-cü yerə layiq görülüb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov qalibləri təbrik edib. Sonda komandalara kubok, medal və hədiyyələr təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dayanıqlı inkişaf məqsədlərinə həsr olunan esse müsabiqəsinin qaliblərinin təltif etmə mərasimi keçirilib. İqtisadiyyat və Menecment Fakültəsinin təşkilatçılığı ilə baş tutan tədbir dayanıqlı iqtisadi inkişaf və effektiv idarə etmə, Azərbaycanın perspektivləri mövzusuna həsr olunub. Tədbirdə çıxış edən rektor Rüfət Əzizov dayanıqlı inkişaf məqsədlərinin qlobal əhəmiyyətindən danışaraq universitetdə bu istiqamətdə həyata keçirilən layihələri diqqətə çatdırıb. O, UFAZ və Warwick Universiteti ilə əməkdaşlıq proqramlarının, eləcə də universitetdə aparılan elmi tədqiqat və innovativ təşəbbüslərin dayanıqlı inkişaf prinsiplərinin təşviqinə mühüm töhfə verdiyini bildirib. Tədbirin sonunda esse müsabiqəsinin qaliblərinə diplomlar və hədiyyələr təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyi və kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarət zamanı ümumilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub. Xatirəsi ehtiramla anılıb. Rektor Rüfət Əzizov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb. Məzarı önünə gül dəstələri qoyub. Ulu Öndərin 103 illiyi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən ilk dərslər ümumilli lider Heydər Əliyevə həsr olunub. Dərslərdə Ulu Öndərin Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələr, gənclərə göstərdiyi diqqət və qayğı, həmçinin ölkənin neft sənayesinin inkişafındakı rolundan bəhs olunub. Dərslərdə həmçinin müəllimlər və tələbələr tərəfindən Heydər Əliyevin zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və milli mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlər xüsusi vurğulanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Bədii Yaradıcılıq Müsabiqə Festivalının yekun konsertində iştirak ediblər. Dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, müəllimlər və tələbələrin iştirak etdiyi konsertdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Gənclik Mahnı və Rəqs Ansamblının ifasında rəqs nömrələri nümayiş olunub. İstedadlı tələbələr tərəfindən şeirlər səsləndirilib. Eyni zamanda universitetdə təhsil alan əcnəbi tələbələrin tədbirdə fəal iştirakı və səsləndirdikləri şeir iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetinin fəaliyyətinin 10 illiyinə həsr olunmuş UFAZ 10 marafon yarışı keçirilib. Beynəlxalq idman standartlarına uyğun keçirilən və ümumi məsafəsi 10 kilometr olan yarışda 192 iştirakçı mübarizə aparıb. Tədbirdə çıxış edən universitetin rektoru Dosent Rüfət Əzizov UFAZ-ın ötən 10 il ərzində Azərbaycan ali təhsil məkanında xüsusi yer qazandığını və beynəlxalq təhsil modelinin uğurlu nümunəsinə çevrildiyini qeyd edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru Dosent Vazi Əsgərova isə çıxışında UFAZ-ın 10 illik fəaliyyəti dövründə qazandığı uğurlardan, tələbə və məzunlarının nailiyyətlərindən, eləcə də beynəlxalq tərəfdaşlıq imkanlarından danışıb. Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Caspian Agro Week 2026 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi və forumunda innovativ layihələri ilə iştirak ediblər. Sərgi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetini Kendli Az, Cobrain Medical və AgroVibe komandaları təmsil edib.
Tələbə komandaları aqrar sektor, texnologiya və innovasiya sahələrini əhatə edən layihələrini iştirakçılara təqdim edərək müxtəlif qurum nümayəndələri, sahibkarlar və ziyarətçilərlə fikir mübadiləsi aparıblar. Təqdim olunan layihələr innovativ yanaşmaları, praktiki həll imkanları və müasir texnologiyaların tətbiqi baxımından iştirakçıların marağına səbəb olub. Sərgi müddətində komandalar öz startap ideyaları barədə geniş məlumat verərək potensial əməkdaşlıq imkanlarını da müzakirə ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş elmi innovasiyalar və dayanıqlı texnologiyalar mövzusunda magistrantların və gənc tədqiqatçıların Respublika Elmi Praktiki Konfransı keçirilib. Konfransın açılış mərasimində elm və innovasiya məsələləri üzrə prorektor Dosent Elviz İsmailov çıxış edərək konfransa təqdim olunan məruzələrin statistik göstəriciləri barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edən Universitetin rektoru Dosent Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi Tədqiqat Universitetinə çevrilməsi istiqamətində görülən ardıcıl işlərdən danışıb. Tədbirdə çıxış edən Adınsonun nəzdində Heydər Əliyev məktəbinin direktoru tələbə Sənan Hüseynov ümumilli lider Heydər Əliyevin elmə, təhsilə və gənclərin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Sonda ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısa metrajlı film nümayiş olunub. Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında gənc tədqiqatçılar müxtəlif mövzular üzrə elmi məruzələrlə çıxış edərək innovativ ideyalarını bölüşüblər. Sonda iştirakçılara sertifikatlar verilib. Qeyd edək ki, konfransa ümumilikdə 349 müraciət daxil olub. Onlardan 281-i plagiat yoxlamasından keçərək qəbul edilib. Konfransda ən çox material informasiya texnologiyaları və avtomatlaşdırma, iqtisadiyyat və menecment, həmçinin kimya və kimya texnologiyaları bölmələri üzrə təqdim olunub. Müraciətlər 34 yerli və xarici ali təhsil və elmi müəssisədən daxil olub. Təqdim olunan materialların 201-i magistrantlara, 80-i isə doktorantlara məxsus olub. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın. Bəli, bu günləri ümumilli liderimizin anadan olmasının 103 illiyinə həsr olunmuş bir qaçış maratonudur. Qeyd etmək istərdim ki, bu Azərbaycan Fransız Universiteti tərəfindən təşkil olunmuşdur. Azərbaycan Fransız Universiteti həm də bu illəri öz yubileyini, 10 illiyini qeyd etməkdədir. 10 il qabaq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Fransanın Strasburg Universiteti arasında ikili diplom proqramları başlanmışdır. Yəni Azərbaycan Fransız Universiteti yaranmışdır. Bu ildə biz onun 10 illiyini qeyd edirik. 10 il ərzində çox uğurlu məzunlarımız olmuşdu. Universitetdə ən yeni beynəlxalq standartlara uyğun olaraq infrastruktur yaradılmışdır. Bu ildə biz bu nailiyyətləri müxtəlif tədbirlər vasitəsilə qeyd edirik. Bu günləri Ulu Öndər
Heydər Əliyevin 103-cü il dönümü münasibəti ilə, eyni zamanda da UFAZ-ın yaradılmasının 10-cu il dönümü münasibəti ilə gənclər arasında, tələbələr, eləcə də həvəskar qaçışçılar arasında marafon 10 kilometrlik UFAZ, 10 il, 10 kilometrlik bir marafon təşkil olunur və bu günləri çox sevinirik ki, bu günü biz gənclər arasında daha da populyarlaşdırmaq, idmanın, eləcə də bu tip yarışların daha da reallaşdırılmasına və eləcə də gənclərə töhfə verilməsinə inanaraq bu tədbirlərə start verdik.